Müğənni Günel Zeynalova yaşadığı ərazidəki yolların vəziyyətindən gileylənib. Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək Mərdəkan qəsəbəsində bağ evinə gedən yolun təmir olunmasını istəyir. Həmin görüntüləri təqdim edirik. Ne olar ki, ne olar ki? Size bağın yolunu göstereceğim. Bakın, bakın, bakın. Her gittikçe bebeğe giderim bak. Böreğimin taşı yani sirkelene. Ne olar ki buranı düzəldəsiz? Ne olar ki, ne olar ki? Ah, ah. Bilirsiniz, yəqin ki, mənim hayranlarım bilir ki, mən böreğimdə taşı beləyəm mən. Xahiş edirəm. Bu Şağan ərazisinin, Mərdəkan bölgesinin ara sokaklarını düzəldin. Təmir əsasında da daha beter olub. Biabırçılıqdır yani, onu deyim. Xahiş elədim axı mən. Ne olar ki?